Salam əziz izləyicilər. Deməli, Dövlət İmtahan Mərkəzinin məntiq test toplusunun 128-ci səhifəsində diaqramlarla bağlı belə bir maraqlı sual var. İstədim ki, sizlərlə birlikdə həmin sualın izahına baxaq. Deməli, sualımız belədir. Deyir ki, aşağıdakı diaqramlar vasitəsilə bir qrup tələbənin iki imtahan üzrə aldıqları qiymətlər barədə bəzi məlumatlar verir. Deməli, söhbət sadəcə bir qrupdan gedir və bir qrup tələbənin birinci imtahan üzrə nəticələri burada da qeyd olunub. A qiyməti alanlar 68% və digər hissəsi A-dan fərqli qiymət alanlar. İkinci imtahanın nəticəsi A qiyməti alanlar 60% və digər hissəsi A-dan fərqli qiymət alanlar. Aşağıda isə bizə A qiyməti almayanlarla, yəni ümumiyyətlə heç bir imtahanda A qiyməti almayanlarla bağlı məlumat verir. Bu sualı daha rahat həll etmək üçün Euler-Venn diaqramından istifadə etməyiniz məsləhətdir. Deməli, mən Euler-Venn diaqramına A qiyməti alanlarla bağlı məlumatlar yazacağım. Bu tərəfə birinci imtahandan A qiyməti alanlar, digər tərəfə ikinci imtahandan A qiyməti alanları qeyd edəcəm. Başlayaq qeyd eləməyə. Deməli, birinci imtahanın nəticəsinə görə birinci imtahandan A qiyməti alanlar 68%-dir. İkinci imtahandan A qiyməti alanlar 60%-dir. Qrupun tamamını biz 100% qəbul eləsək, qrupun tamamını, mən bu iki hissədə sadəcə A qiyməti alanları qeyd edəcəm və aşağıdan da görsəndiyi kimi 15% bu iki belə imtahanın heç birindən A qiyməti almayıb. Yəni 15% artıq bu diaqrama daxil ola bilmir. Ona görə də 15%-i kənarda qeyd edirəm bu şəkildə. Yazaq A almayanlar. Deməli, o zaman belə çıxır ki, biz qrupu 100% qəbul elədiyimizə görə diaqrama düşəcək ümumi faiz 85% olması lazımdır. 68% birinci imtahandan A qiyməti alıb, 60% ikinci imtahandan A qiyməti alıbsa, o zaman 68 plus 60 bu 128 eləyər. Amma biz bilirik ki, diaqramın tamamı 85% olmalıdır. Deməli, orada artıq qalan hissə hər iki imtahandan A qiyməti alan tələbələrdir. O zaman deməli, 128-dən 85-ini çıxaram, yerdə qalar 43%. Deməli, 43% hər iki imtahandan A qiyməti alan tələbələrin faizidir. Birinci imtahandan A qiyməti alanlar 68% olduğuna görə biz burada 68-dən 43-ü çıxdığımız halda 25% sadəcə birinci imtahandan A qiyməti alanların faizini tapmış olarıq. Eyni qaydada digər tərəfdə də 60-dan da 43 çıxsa 17% isə sadəcə ikinci imtahandan A qiyməti alanların faizi olmuş olacaq. Deməli, biz burada nələri təyin edə bildik? Sadəcə birinci imtahandan A qiyməti alanlar 25%, sadəcə ikinci imtahandan A qiyməti alanlar 17%, daha doğrusu hər iki imtahandan A qiyməti alanlar 43%, ümumiyyətlə A qiyməti alanlar ən az bir imtahandan A qiyməti alanlar deyək 85% və imtahandan A qiyməti almayanlar heç bir imtahandan 15%. Suallarımızı cevablamağa keçək o zaman. Deməli, birinci sualda bizə deyir ki, yalnız birinci imtahandan A qiyməti alanlar tələbələrin neçə faizini təşkil edir? Yalnız birinci imtahandan A qiyməti alanlar gördüyünüz kimi diaqramın sol tərəfi 25%, yəni birinci sualımız cavabı Y bəndi. İkinci sualımız, tələbələrin neçə faizi hər iki imtahandan A qiyməti alıb? Tələbələrin deməli, hər iki imtahandan A qiyməti alanlar, baxın, ortaya düşən hissələrdir. 43%-imiz. Və bunun üçüncü sualına baxaq. Üçüncü sualda bizə deyir ki, aşağıdakılardan hansı və ya hansılar doğrudur? Deyir ki, tələbələrin sayı ən az 100 nəfərdir. Deməli, bu məsələyə belə yanaşaq ki, tələbə sayı tam ədəd, yəni natural ədəd olacağına görə, tələbə sayı elə bir ədəd olmalıdır ki, bizim burada istifadə etdiyimiz bütün faiz dərəcələrini tam ədədə çevirən bir qiymət olsun. Yəni, məsələn, baxın, 68% birinci imtahandan A alanlar, 60% ikinci imtahandan A alanlar, 25% yalnız birinci imtahandan A qiyməti alanlar, 43% yalnız, daha doğrusu hər iki imtahandan A qiyməti alanlar, 17% yalnız ikinci imtahandan A qiyməti alanlar, 85% ən az bir imtahandan A qiyməti alanlar və 15% heç bir imtahandan A qiyməti almayanlar. Yəni bizim, təkrar deyirəm,
tələbələrin sayı elə bir ədəd olmalıdır ki, bu faiz dərəcələrinin hamısını tam ədəd çıxartmış olsun. Yəni, məsələn, tutalım ki, elə bir ədəd olmalıdır ki, mən o ədədin %68-ni tapanda neynəsin? Tam ədədə çevrilmiş olsun. Məsələn, bir dənəsi nümunə kimi göstərim. Burada da 168-i ixtisar eləsək 4-ə, qalar 25-də 17. Məsələn, tutalım ki, bu hal üçün bizə ən az 25 tələbə lazımdır. Yəni, 68% ala bilməyimiz üçün ən az, məsələn, bizə 25 tələbə lazımdır. Burada əsas belə deyək də bizim diqqət edəcəyimiz hissələr bax 43, 17, 85. Baxın bu hissələrdir. Xüsusilə də 43, 17. Çünki 43 məsələn elə bir faiz dərəcəsidir ki, burada biz elə bir ədəd götürməliyik ki, həmin ədədin %43-ünü tapanda bunu tam ədədə çevirsin. Bu da baxın uşaqlar minimum 100 olması lazımdır ki, həmin ədədi tam ədədə çevirmiş olsun. Yəni 100 ədədi diqqət yetirsəz birinci faizi də, ikincini də, üçüncünü də, dördüncü, beşinci, altıncı və yeddinci bütün faiz dərəcələrinin hamısını tam ədədə çevirən ən kiçik qiymət olduğuna görə tələbələrin sayı ən az 100 nəfərdir. Bəli, biz bunu mütləq doğru götürə bilirik. A qiyməti almayanlar ən azı 3 nəfərdir. A qiyməti almayanlar 15% olduğuna görə biz də tələbələrin sayını minimum ən az 100 nəfər götürmüşüksə, 100-ün 15%-i 3 yox, 15 etmiş olar. Ona görə də bu doğru deyil. Yalnız bir imtahandan A qiyməti alanların sayı ən az 32 nəfərdir. Baxaq, yalnız bir imtahandan A qiyməti alanlar 25% sadəcə birinci imtahandan, 17% sadəcə ikinci imtahandan A qiymət alanlardır. 25 plus 17 bu 42% eləmiş olacaq. Deməli, biz də tələbələrin sayını minimum 100 nəfər götürdüyümüzə görə də 100-ün də 42%-i, %42-si 42 nəfər etmiş olar. Deməli, A qiyməti alanların sayı ən azı, yalnız bir imtahandan A qiyməti alanların sayı ən azı 32 yox, 42 nəfər olması lazım idi. Ona görə 3-cü variantda yanlış variantdır. Cavabımız D variantı yalnız bir olmuş olacaq. Diqqətiniz üçün təşəkkür edirəm.